Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Değerli insanlar, əziz müsəlmanlar. Assalamu aleykum və rəhmətullahi və berekatuhu. Hamınızı salamlayıram. Xoş gördük sizin hamınızı. Bugünkü bizim Kur'an-ı Kerim'dən öğüt nəsihət, Kur'an'dan misallar, Kur'an dərsimiz günah və günahlar ilə əlaqəli olacaqdır və bu barədə Kur'an'da geniş mövzular yer almaqdadır günahlar ilə əlaqəli. Günah ilə əlaqəli Qur'anda 94 ayə keçməkdədir. Allah Taala Qur'an-ı Kərimdə haramları müəyyən eləyib. Allahın Qur'anda etdiyi haramlardan başqa digər haramlar yoxdur. İslam dinində nə haram varsa Allah hamısını Qur'anda qeyd eləyib. Bundan başqa haramlar yoxdur. Halallar isə çoxdur. Haramlar sınırlıdır, halallar isə çoxdur. Və bu haramları eləyən insanlar günaha batmış olurlar və bugünkü bizim Qur'an dərsimiz bununla əlaqəli olacaqdır. Mövzularda bunlarla əlaqəli zinadır, içkidir, oğurluqdur, sonra qeybətdir. Bunların hər bir atgelli mövzu var idi, hər bir sahə üzrə. Bugün də günah mövzusunu bir mövzuna cəm eləmək istədim və bunlar ilə əlaqəli, günah və günahlar ilə əlaqəli Qur'andan öğüt nəsihətimiz olacaq bugün bizim. Və bu arada kanalıma abunə olaraq dəstək ola bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. İndi bir ön sözlə mövzumuza başlayaq. Hər zaman dediyim kimi din elmin mərkəzi Qur'anda hökm kitabı olmalıdır. Bugün din elmi insanlar arasında və cəmiyyətdə əqidə və düşüncə baxımından çox geridə qalmaqdadır və din elminin inkişafı üçün haqq dinində doğruları Allahın əmir buyurduğu şəkildə yaşayan insanlar çox azdır. Allahın əmir etdiyi şəkildə yaşayan insanlar azdır. Hər kəs özünə müsəlman olduğunu deyir. Allahın dediyi şəkildə müsəlmansanmı? Bunu biraz araşdıraq. Doğru din Allahın dinidir və bu dində Allah bütün hökmləri özündən əvvəlki bütün kitabları təsdiqləyən Qur'an kitabında cəm etmişdir və Qur'an kitabı da əlimizdədir. Hər kəsin əlində var. Ölülərə oxuduğunuz o Qur'an kitabı Allahın hökmləridir. Və Allah bizə düşünüb, fikirləşib, ağlımızı işlədib, Qur'andan nəticə çıxarmayı, Qur'anı öz dilimizdə anlamayı və anlayıb beynimizə yerləşdirməyi bizim ixtiyarımıza buraxmışdır. Qur'anı anlayıb beynimizdə yerləşdirmək bu zikir olur, təsbih çəkmək deyil. Qur'anda müxtəlif ayələr var. Qur'anı tədəbbürlə, düşünərək, fikirləşərək, ağlınızı işlədərək oxuyun deyən müəyyən onlarca ayə var, müəyyən olunmuş. Bununla əlaqəli Qur'anın anlayaraq oxuyun deyə müəyyən olunan onlarca ayə var. Amma müsəlman aləmi bugün onu ölülərə oxuyaraq və yaxud da savab qazanılan ölülərə oxunan evli insanların evləndikdən sonra Qur'anın altından o insanlar keçən, sonra prezidentlərin əl basıb and içən, kimisə ixtisarlar eləyib açıb gələcəyi danışan sehir kitabı bu vəziyyətdədir. Hal-hazırda günümüzdə Allahın hökmləri bu vəziyyətdədir. Bunlar da özlərinə müsəlman adlandırırlar. Bu insanlar, bu şeyləri eləyən insanlar özlərinin müsəlman olduğunu deyirlər. Allah Taala bizdən belə müsəlman olub da belə iman etməyimizi mi istəyir? Allahın kitabında Allahın əmir buyurduğu şəkildə yaşamaq, Allah bizə bunu əmir edir. Özümüzdən uydurmaları eləyərək Allahın dininə paralel bir din, hədis, qiyas, örf, adət, dədə-babaların yaşadığı din kimi eləyərək Allahın dininə yeni bir din formalaşıb, Qur'anı da bayaq dediyim kimi ritualları eləyən bir kitab halına gətiriblər. Allahın kitabından hökm çıxaran kitab deyil də onu ölülərə oxuyan kitab olaraq bugün çox sayılı özlərinin müsəlman adlandırdıqları şəxslər kitabın əsl amacını
qayəsini, məqsədini gizlətməyə çalışmaqdadırlar. Bu insanların istəmədikləri məsələ də insanların Qur'anı öz dillərində anlamasıdır. Öz dillərində anlayaraq oxumasıdır. 1400 ildir bu Qur'an günümüzə gəlib çatıb. Bu günə qədər də İslam aləmindəki çox saylı müsəlmanlar da bu Qur'anı düşünərək, anlayaraq insanlara oxutmadılar. Qur'anın qayəsi, məqsədi, amacı, Qur'anın missiyası hələ də bir çox insan anlamayıb və anlamaya da çalışmır. Anlamağa da buraxmır. Bəzi özlərinin müsəlman saydığı insanlar Qur'anı ərəbcə musiqi ilə ağlayaraq, daha nə qədər ağlasan o qədər savab çoxdur deyərək ölülərə oxutduran kitab halına gətiriblər. Halbuki Qur'an qanun qayda kitabıdır. İnsanın instruksiyasıdır. Siz bir alət alırsınız, Azondan, Valbresdən və yaxud da bir digər yerdən bilmirsiniz o instrumentlə necə istifadə edəcəksiniz. O həmin aldığınız sırazı instruksiyasını götürüb oxuyursunuz ki, anlayırsınız bu alətlə, bu texnika ilə necə istifadə olunmalıdır. Qur'an da həmin kitab, yol göstərəndir, navigatordur o. Bizim üçün yol göstərən hər şeyi müəyyən, müfəssəl olaraq izah eləyib, bizə müəyyən eləyən, bizim yaşayışımız üçün həyat tərzimiz, qanun qaydalardır. Necə olur ki, onu savab qazanılan kitab və ölülərə oxuyan kitab olaraq siz insanlara təqdim etməkdəsiniz. Və çox illər də keçsə də bu müsəlman aləmi çoxu Qur'anı öz danışan dillərində anlamayacaqlar və Qur'andan xəbərsiz olaraq vəfat edəcəklər. Çox müsəlman bu dünyadan köçəcək Qur'andan xəbərsiz olaraq. Və bunlar da qiyamətdə kör olaraq dirilənlərdən olacaqlar. Həmin bu Qur'anı bu dünyada yaşayıb da Qur'anı görməməzlikdən gəldin. Qur'anda Allahın dediyini anlamayaraq sən onu oxudun, anlamadın nə dediyini, anlamaq da istəmədin. Sən ancaq savablar qazanan kitab olaraq bunu oxudun, missiyan yerinə yetirmədi. Qur'anı Allahın istədiyin şəkildə anlamadın və qiyamətdə Allah deyir, kör olaraq sizi dirildəcəyəm. Və insan deyəcək, mən bu dünyada gördüyüm təqdirdə niyə görmürəm? Axirətdə. Allah Teala deyir, sən bu dünyada Qur'anı görməməzlikdə dirəndin, onun üçün kör olaraq səni həşr elədi. Bu dincilərin çoxunun qorxusu da insanların Qur'anı anlamasıdır. Bunların əksəriyyət bunlardan qorxur. İnsanlar Qur'anı anlamasınlar. Anlamağından qorxurlar. Çünki özlərinin dediyi uydurmalara əl vermir. Əgər insanlar Qur'anı təfəkkür etsələr, anlasalar, düşünsələr, ağıllarını işlətsələr, qəflət yuxusundan oyansalar, ortalıq ölü dolu. Ortalıq yaşayan ölü dolu. Bu yaşayan ölülər nə qədər ki bu yaşayan ölülərdir, ağıllarını işlətsələr qəflət yuxusundan oyanacaqlar, yoxsa qəflət yuxusunda olacaqlar. Ortalıq yaşayan ölü doludur bugün. Müsəlmanların 90% yaşayan ölü kimidir. Yaşayan ölüdürlər. Ölülərə oxuyursunuz Qur'anı. Diri olan, qəlbi ölmüş möminlərə oxu ki, o ölmüş qəlbi bəlkə də Qur'an aydınlığı ilə nicat tapsın. Əgər insanlar Qur'anı təfəkkür etsələr, anlasalar, düşünsələr, ağıllarını işlətsələr, heç də bu uydurma din anlayışında olan cəmaata, insanlara əl vermir. Çünki həmin insanlar sizin üçün biz qərar veririk. Onlar deyirlər, sizin edəcəyiniz məsələlər üzrə biz bir dini qurum qurmuşuq, hansısa fətva verən, hansısa müftiyyət kimi bir cəmaat qurmuşuq. Biz sizin yerinizə cavab veririk, siz dediyimizi eləyin. Belə düşüncə var. Sual verə bilməzsən, araşdıra bilməzsən. Sənə nə deyibsə onu et. Bu robotlaşma məsələsidir. Robot, elə bil ki, robot kimidir. Sənə hansı zədaniyə verilibsə, sən o missiyanı yerinə yetirirsən. Artıq düşünə bilməzsən. Ağlın yox, çünki yaşayan ölüsən.
Sizin nə edəcəyinizi, necə yaşayacağınızı biz deyirlər və dini hökmləri də sizə özümüzün yazdığı kitablarla çatdıracağıq deyərək məzhəblərin və bəzi cəmaatın yazdıqları kitablar ilə insanları bir cür robot halına gətiriblər və insanlar da dində sorğu-sual edə bilmir, dini araşdıra bilmir. Əgər dindən sual həmin dinçilərə verilsə, o dinçilər həmən sən nə danışırsan, sənin elmin yox, din hara, sən hara, sən Quranı anlamazsan, bunun üçün illər lazımdır deyərək sizə Quranı, haqq dini çətin, anlamaz kimi göstərməyə çalışacaqlar. Dindən bir sual verən kimi cahil təfəkkürdə olan uzun saqqallı o ki cəmaat var, əmmaməli, əbalı, başında təkkə sıraq qoyulan, sarıqlı, cübbəli, deyəcək ki, sual verən kimi sən hardan bilirsən bunu? Sənin dini anlayışın varmı? Sən bunu anlamazsan, bilməzsən kimi təhqiramiz ifadələr işlədirlər. İşləməyə də çalışırlar. Görmüşəm də, məscidlərdə də bunu müşahidə eləmişəm, yaşadığım bölgədə. Niyə biz beləyik? Bu cəmaat niyə mərhəmət, rəhim, gözəllik, takva, bu dini təbliğ eləyən insanlarda hardadır bu şeylər? Agresiya ilə niyə siz təbliğat aparırsınız? Bir gözəl şəkildə niyə eləmirsiniz? İnsanları niyə sevindirmirsiniz? Sevindirərək İslama, dinə, haqqa niyə dəvət eləmirsiniz? Hədə qorxu ilə, ağlayaraq, hüzünlə insanları təqvaya çağırırsınız. Bu ikiyüzlülük olar. Qorxu ilə, hədə qorxu ilə, ağlamaqla din anlaşılmaz. Sevgi ilə, başa düşərək, anlaşılaraq, qarşılıqlı anlayaraq din anlaşılır. Və bugün İslam aləmi bunun üçün cəhalətin içində boğulur. Dünyada ən çox oxunan kitab Quran, çox dediyim məsələdir bu. Və heç anlamayaraq, düşünməyərək, tədəbbür etməyərək oxunan kitab da Qurandır və insanlar da uydurma dinçilərin kölələri olublar və hal-hazırda ortalıq yaşayan ölü dolu. Robotlaşıblar, yaşayan ölü. Robota biz canlı deyə bilmərik, cansızdır o. O yaşayır, amma ölüdür, onun ruhu yoxdur. İnsanlar tərəfindən düzəldilmiş bir oyuncaqdır. Hal-hazırda dinçilər, əksəriyyət müsəlmanları yaşayan ölülər eləyiblər. Siz yaşayan ölülər kimi. Elə bil ki, insan yaşayan ölüdür. Araşdıra bilmir, dindən sorğu-sual edə bilmir, dini araşdıra bilmir. Həmin şeyx dediyi insanlara dindən sual soruşa bilmir, həmin təhqir eləyəcəklər, sən hardan bilirsən bunları, sən bizim dediyimizi elə sus, danışma, təhqir eləyərək sən dini anlamazsan, bunun üçün illər lazımdır, kitab təsvirlər oxumalısan. Quranı 6236 dənə ayə oxu, dini sən anlamışsan. Doğru şəkildə Quran səhvləri var. Quranda tərcümə səhvləri var. Tərcümə eləyəndə bayaq Quran səhvləri səhv dedin. Ərəbcə Quran heç şübhəsiz, heç bir dənə şübhə olmayan, hər bir şeyi sağlam, möhkəmdir. Ərəbcəsi. Ancaq tərcümə xətaları var, amma tərcümə xətaları da düzəldən insanlar mövcuddur. Ancaq bizə qalan oxuyub anlamaqdır. Anlamadan olmaz. Və hal-hazırda ortalıq yaşayan ölü dolu. İnsanlar da bu dinçilərin əksəriyyəti də yaşayan ölüləri artırmaqdadırlar. Və insanlar da uydurma dinçilərin kölələri olublar. Quranı ölülərə deyil, diri olan, qəlbi ölmüş olanlara Quranı öz dilində oxuyun ki, bəlkə onların ölü qəlbləri delirsin. İnsanların çoxu inanclarına şirk bulaşdıraraq ibadət edirlər. Çoxu insan inancında şirk bulaşdırır. Nə yazık ki, çoxu insan belədir. İnanır, iman edir, amma imanına şirk bulaşdırır. Şirk inanclıda aranır. İnanclı insanlarda şirk olur. İnançsızda şirk olmaz. O zaten inanmır. Onda çünkü bu yoxdur. İnançsızda bu yoxdur. İnançsızın ortaya koyacağı bir argumenti, dayandığı bir əsası yoxdur. İnanan insanın ortaya koyacağı Kur'an'ı var. Amma inançsızın imanı yoxdur. Biz necə ola bilər ki, əlimizdə Quran olaraq
hansısa şirklərə yol veririk, hansısa rabitələri, peyğəmbərləri ilahlaşdıraraq, xristianların İsa'yı ilahlaşdırdığı kimi bu günümüzdə nə qədər müsəlman Mühəmmədi ilahlaşdırıblar. Allahdan rəhimli bir şəxs olaraq ortaya qoymaqdadırlar. Ona mövlüdlər həsr olunub öldükdən sonra güya Mühəmməd bizi qurtaracaq, Allahın cəzasından bizi qurtaracaq. Bu şirk şeylərin içərisində biz qurtulmalıyıq. Ancaq təqva ilə din yaşanır. Ancaq biz Allahı, onun ucalığı, müqəddəsliyi, hər şeyin sahib olduğunu bilib, anlayıb, mülkün sahibi olduğunu, qiyamətdə də bizi o qurtaracağını, Allah bizi qurtaracağını beynimizdə yerləşdirməliyik. Hər etdiyimiz şey, namazımız da, orucumuz da, qurbanımız da, həyatımız da, ölümümüz də kimin üçündür bu? Aləmlərin Rəbbi üçündür. Aləmlərin Rəbbi olan Allah üçündür. Niyə anlamırıq? Bəzi şeyləri Peyğəmbər üçün eləyəcəksiniz. Elədiyiniz təqdirdə şirkə bulaşmış olursunuz. İbadətləriniz də puç olur. Biri deyəcək ki, Peyğəmbəri övülməkdən narahat mı olursan? Peyğəmbəri narahat etməyinizdən rahatsız oluram mən. Peyğəmbərin demədiyi uydurmaları siz Peyğəmbərin adından uydurursunuz və bunu da din deyə insanlara sırıyırsınız. hansı cümləni oxuyurduq? İnanan insanların çoxu şirkə bulaşırlar, bəlkə də özlərinin də bilmədiyi halda. Bugün isə mən sizə Allahın ayələrini çatdırıram. Artıq seçiminizi doğru edin, şirkə də bulaşmayın. Birinci, biz günah və günahların nə olduğunu anlamaya çalışaq. Üzr istəyirəm. Günah Quranda Allahın açıqladığı ilahi qanunlara qarşı çıxmaq, şirk və inkar olaraq tanımlamaqdadır. Ən böyük günah şirkdir, inkardır bu. Bu günahın cəzası əbədi qalacağı cəhənnəmdir. Allahın buyruqlarına qarşı olan söz və davranış İslami nöqteyi nəzərdən günah sayılan şeylər olub və bu davranışlardan sonra həmin insanlar axirətdə cəzayı da haqq edəcəklər. Günah işləyənlərə və ya günahı olanlara günahkar deyilir və bunlar Allahın hüdudlarını qorumayanlardır. Dini hökmlər demək Allah tərəfindən Quranda qeyd olunmuş qanunlar toplusudur deməkdir. Bu Qurandır dini hökm. Əgər biz bu Allahın dininə inanırıqsa, bu Qurana da tabe olmaq məcburiyyətindəyik. Bu hökmləri oxuyub anlamaq məcburiyyətindəyik. Allaha təslim olaraq və yalnız ona qul olaraq, başqa şəkildə yox. Allahın dininə inanan insan günaha və savaba inanır deməkdir. Günah işlədiyində o bir dünyada cəzasının da olduğunu bilməkdədir. Digər tərəfdən savab yaxşı iş gördüyündə də o bir dünyada mükafatın olduğu. Günah işlədiyində o biri dünyada cəzasının da olduğunu bilməkdədir, günah işlədiyi zamanda. Digər tərəfdən savab iş, yaxşı işlər gördüyündə o biri dünyada mükafatının da olduğunu da bilməkdədir. Hər bir ağıl sahibi bunu anlayır. İslam dinində günahların nə olduğunu Quranda açıqca bildirmişdir. Quranda Allahın haram etdiyi, günah sayıldığı şeylərdən başqa şeylər günah deyildir. Hər nə günaha aparan yol varsa Quranda Allah müəyyən edib bildirib. Bundan başqa günahlar yoxdur. Quranda Allahın dediyi haram işlər günahdır. O günahlardan başqa digər bir günah əlavə dində etməyə çalışmayın. Etsəniz Allaha din uydurmuş olarsınız və böyük günaha batarsınız. Eyni şəkildə günahların cəzası da anlatmışdır bu Quranda. Bu günahların bəzilərin cəzası axirətdə də, bəzi günahların cəzası isə bu dünyada tətbiq olunur. Məsələn, insan haqları pozulduğu zaman bu dünyada cəzalandıracağını bildirmişdir. Allah Taala etdiyi günaha görə həm bu dünyada, həm də axirətdə cəza verər. Həm bu dünya həyatında yaşadığı
dövrdə həm də axirətdə cəza verir etdikləri günahlara görə. Tövbə etsəniz, islah olsanız bəlkə də günahlarınızı Allah bağışlayar. Tövbə də yalnız sağ ikən biz eləməliyik. Öldükdən sonra təlqindir, onun adına oxunan Qur'anlardır, ona üfürüb buraxan hansısa rituallardır. Heç bir ona çatan bir şey yoxdur. Çatmayacağını Allah deyir. Etdiyiniz də ancaq ona çatacağınızı ümidiyle eləyirsiniz. Ancaq çatmayacağını Allah deyir. Ona bəlkə də çatan olar sizin yaxşı əməliniz, dini Allah rızası üçün insanlara gözəl şəkildə bəyan etməyiniz, öldükdən sonra özündən sonra yaxşı bir insanları tərbiyə edib qoyubsa ona çatan bir şey var, ya da yaxşı bir insan olubsa, insanların faydalanması bir şey bu dünyada qoyub gedibsə ona bir çatan bir şey var, yoxsa onun üçün oxunan Qur'anlardır, odur, budur, ona çatan bir şey yoxdur. Zina edən kişiyə və qadına 100 sopa vurun. Bu bəzi günahlara görə Qur'anda bu dünyada veriləcək cəzaları deyir. Zina edən qadına da kişiyə də 100 qamçı vurun, ancaq öldürüləsi şəkildə deyildir. Qur'anda rəcim yoxdur. Rəcim dəf etməkdir. Ancaq bəzi uydurma din anlayışında olan insanlar deyirlər ki, güya Qur'anda rəcim Allah Taala onu əmr eləyib də sonra o ayənin hükmü ortadan qalxıb, amma rəcim olunur kimi belə anlayışlar var. Ancaq Qur'anda adam öldürmə, zina etdiklərinə görə nə kişi nə də qadın öldürülməz, rəcim olunmaz, daşqalaqla olunmaz, edam edilməz. Etdiyiniz təqdirdə Allaha din uydurmuş olursunuz. Bir dərsdə mən danışmışdım. Kimi öldürmək olar? Terroristlik eləyən adam öldürmək olar. Çünki əgər onu siz saxlamasınız, o böyük kütləyi məhv eləyəcəyinə görə terroristi öldürə bilərsiniz. Sizinlə vuruşanlarla siz də vuruşa bilərsiniz. Çünki əgər sizinlə vuruşanlarla siz vuruşmasanız, o gəlib sizi öldürəcək. Bu iki istisnalı haldan başqa heç bir şəkildə adama ona ziyan verərək öldürmək olmaz. Ancaq zina edən kişiyə və qadına 100 qamçı vurmağı Allah Teala deyir. O da insanın nəslinin təmiz olması üçün, uşaqların analı babalı büyüməsi üçün və əxlaq normasının qaydasında olması üçün Allah bunu fərz eləyir, əmr eləyir. İsmətli qadınlara zina suçunu atanlara isə 80 sopa vurun. İsmətli qadınlara hansısa zina suçu atıbsa bir insan bir qadını onun etmədiyi bir şeylə ona iftira ataraq ləkələməyə çalışıbsa o insana da 80 sopa vurun və onun şəhadətliyi qəbul etməyin Allah Teala deyir. Bu günahlara görə cəza bu dünyada tətbiq olunur. Axirətdə də bununla əlaqəli sorğu-sual olunacaqdır. Bu cəza verildikdən sonra onlarda axirətdə sorğu-sual olacağını Allah Teala deyir. Bu zina edən insan, qadın və kişi tövbə etdikdən sonra onlar bağışlayar. Əgər əməllərə davam eləsə, onları qırbaçlayın Allah Teala deyir. Bağışlayan Allahdır. Hökmləri qoyan Allahdır. Bizə qalan ancaq o hökmləri oxuyub, anlayıb insanlara çatdırmaqdır. Sonra uğurluq etmək dinən böyük günah cəzası qul haqqı olub böyük günahlardan sayılır. Çünki insanların mallarına təcavüz olduğuna görə uğurun cəzalandırılması, uğurluq yolunun kəsilməsi, həmin o uğurluq eləyən insanın o uğurluq yolunun kəsilməsi və zindan həyatı ilə cəzalandırmanı müşahidə edə bilərik. Və uğurlanan malın geri ödənilməsi vacibdir. Oğrunun o oğurluduğu malı geri ödəməlidir əsl sahibinə, kimdən oğurlayıbsa. Əgər ödəməsə, zindan cəzası ilə cəzalandırılır. Oğurluq edənin əlinin kəsilməsi anlayışı isə yoxdur. Peyğəmbər öz dövründə heç bir insanın oğurluğa görə əl kəsməyib. Oğurluq edənin əlini kəs mənası o oğurluq edənin uğurluq yolunun kəsilməsi deməkdir. Bir daha o oğurluq eləməsin, onun üçün cəzalar var, zindan həyatı var, oğurlanan malın ödənilməsi məsələsi var və tövbə etməlidir insan
Çünki peyğəmbərin tətbiq eləmədiyi bir məsələdir. Oğurluq eləyən insanın əlinin kəsilməsi. Peyğəmbər bunu tətbiq eləməyib. O oğurluq eləyən insanın o oğurluq yolunu kəsin. Bu o deməkdir ki, ona həbs həyatını verin və bir daha o həbsdən sonra bu günahı işləməyəcək. Oğurluq edənin əlinin kəsilməsi anlayışı isə oğurluq edənin o yolunun kəsilməsi, dediyim kimi, bağışlanılması mənasındadır. O oğurluq edənin yolunun kəsilməsi və o yolunun bağlanılması mənasındadır. Zindan həyatı, yoxsa əgər bir kimsə mağazindən nəyisə oğurlasa, balta ilə oğrunun əlini kəs demək deyildir. Oğrunun yolunu kəsirsiniz və bir daha oğurluq eləmir. Bir insan mağazindən nəyisə oğurlursa, gedib onun balta ilə əlini kəs anlayışı yoxdur. Və yaxud da zina eləyən insan, qadın və kişi daşqalaq eləyərək onları öldür anlayışı yoxdur. Bundan başqa günahların cəzası da qiyamətdə tətbiq olunacaqdır. Məsələn, namaz qılmayanın, oruç tutmayanın, içki içənin cəzası bu dünyada yoxdur. Quranda bu cəzalar yoxdur. Namaz qılmadığına görə bunlar müəyyən eləməyib. Allah Təala eləmədiyinə görə xəbərdarlıq eləyir ki, eləmədiyinizə görə namaz qılmasanız qiyamətdə sizə cəza var. Oruç tutmasanız sizə cəza var. İçki içsəniz onun üçün cəza var. Ancaq axirətdə, bu dünyada cəza yoxdur. Çünki cəhənnəmdə olanlara soruşulanda onlar deyəcəklər ki, biz bu dünyada namaz qılanlardan deyildik. Gördünüzmü? Bu dünyada namaz qılmadığına görə cəzası yoxdur. Amma qiyamətdə cəhənnəm əzabı var. Qılmadığına görə. Çünki Allaha bir təşəkkür borcumuzdur. Bizim dünyada yaşayırıq, namaz Allaha bir təşəkkür borcudur. Bu təşəkkürü, borcu biz niyə yerinə yetirmirik? Namaz bir yük deyildir. Allaha bir təşəkkür edirsən. Bir düşünüb anlamağa çalış. Allah Teala bizə göz verib. Görürük, eşidirik, danışırıq, hiss eləyirik. Ağlımızla düşünürük, gözlə görürük, qəlb gözü ilə də biz görə bilirik. Bunları verən Allaha niyə biz şükr eləmirik? Oruçdur, namazdır, ibadətdir, hər bir şey Allah üçün. Və bizə verdiyi nemətin qarşılığında Allaha bir təşəkkürdür o. Həmin bayaq dediyim namaz qılmadığına görə, oruç tutmadığına görə həmin işlər isə günaha harda onu oxuyurduq? Bunun cəzası namaz qılmayanın, oruç tutmayanın cəzası yoxdur. Bunun cəzası axirətdə olacaqdır. Həmin işlər isə günaha götürən şeylərdir. Namaz qılmamaq, oruç tutmamaq, içki içmək insanları günaha aparır. Quranda Allahın bizə qadağan edilmiş bəzi şeylər haramdır və bunlar aşağıdakılardır. Haram olan bir davranışı edən, haram olan bir şeyi yeyən günah işləmiş olur. Quranda keçən böyük haramları sadalayaq. Bunu da qeyd edim, Quranda haramlar müəyyən olub və sınırlıdır, halallar isə çoxdur. Haramlar azdır, halallar çoxdur. Ən böyük günah insanın bu dünyada edəcəyi ən böyük günah Allaha şirk qoşmaqdır. Qabağında büt qoyaraq eləyən şirkdən başqa, rabitə eləyərək Allah ilə aranıza aldığınız şəxslərlə Allaha ibadət etdiyinizdə yenə o şirk sayılır. Bağışlanmayacağını Allah Teala deyir. Ən böyük günah şirk, Allaha şirk qoşmaq. Rabitə ilə Allahla arana kimisə qoysan, böyük günah olar və ibadətlərin tümü puç olar. Və tövbə edilməsə əsla bağışlanmayan günahdır şirk. Oğurluq etmək, haqsız yerə adam öldürmək, intihar etmək, özünü öldürmək, haqq olan müharibədən qaçmaq, dinə özündən əlavələr, bidətlər gətirmək, sərxoş edici içki içmək, narkotik vasitələr də bura aiddir. Axar qan, axan qan, donuz əti, ölü heyvan leş və Allahdan başqasının adına kəsilən heyvanları yemək, faiz yemək, faiz pulu yemək,
yalan söylemek ve yalan yere and içmek ve yalan şahitlik etmek, zina etmek, insanları ölçüde ve şekilde aldatmak, haram olan şeyler, günah olan şeyler, Allah'ın müəyyən elədiyi şeyler bunlardır. Qumar ve şans oyunları oynamak, lotereya kimi və bunlar da haram hükme gedir. Qeybət etmək və qaş göz işarətləri ilə insanları lağa qoymaq, iftira etmək, böhtan atmaq kiməsə, birinə qarşı zənn etmək, şübhələnirsən, zənn eləyirsən və Quranda deyir, zənnin çoxu haramdır. Çünki sən bilmirsən. Bilmədiyin bir iş barəsində insana qarşı zənn eləyə bilməzsən. Cadukarlıq və kahinlik etmək, arvadını 3 dəfə boşadıktan sonra o başqa ərə getmədən onunla yenidən evlənmək. Bir insan arvadı 2 dəfə boşaya bilər qanunən. 3-cü dəfə əgər boşasa, onun başqa bir ərə gedib sonra evlənməlidir. Əgər başqa bir ərə getsə, o boşamasa, birinci əri onu ala bilməz. Əgər boşasa ala bilər, boşamasa ala bilməz. Türklər buna hüllə deyilir. O hüllə buna qiyaslayası şey değildir. Hüllə uydurma bir şeydir. İki bacıyla eyni anda evlənmək, 2 bacıyı almaq haramdır. Süd bacıyla evlənmək haramdır. İsraf etmək, əmanətə xəyanət etmək, insan haqlarını pozmaq və qul haqqına girmək, halala haram demək, harama da halal demək. Bunlar Quranda bizə bildirilən böyük haramlardır və bu haramları işləsək, biz günaha batmış oluruq. Quranda Allah Teala haramlar müəyyən edib, bunlardır günaha batan yollar. Başqa bir şeylər yox. Biz Allah'ın qoyduğu bu hüdudlardan keçməyək və bu haramlardan özümüzü qoruyaq. Dediyim kimi haramlar ölçülü və sınırlıdır, halallar isə çoxdur. Qur'an-ı Kərimdən indi ayələrə keçək, Quran ayələrinə. Ən-Nəhl 116 danışaraq dillərinizin etdiyi yalan, yanlış söyləntilərlə bu halaldır, bu haramdır deməyin. Halalı da, haramı da Allah Quranda müəyyən edib. Buna başqa əlavələrə ehtiyac yoxdur. Çünki o yalanı Allaha həvalə etmiş olursunuz. Öz yalanlarını Allaha həvalə edənlər istədiklərinə qavuşmazlar. Bu haramdır, bu halaldır deməyin. Allah əgər haram deyibsə haramdır. Haram bir şey varsa ona haram deyə bilərsiniz. İçkidir, zinadır, qumardır, qeybətdir, bayaq yuxarıda oxuduğum şeylər haramdır. Bunlardan başqa bu haramdır, bu olmaz demə deyir Allah Teala. O dillərinizi ona alışdırmayın. Çünki halalları qoyan, haramları qoyan Allahdır. O da haramları da Allah bir ölçüyə görə qoyub. Çox de, bayaq oxuduğum şeyler yukarıda sadalanır. Bunlardır haram olan, günah olan şeyler. Bundan başka şeyler günah da haram da değildir. El-Bəqərə 81 xeyr. Günah kazanan ve günaha batan kimseler məhz onlar ot sakinlərdir və orada əbədi qalacaqlar. 82 iman getirib yaxşı işlər görənlərsə cənnət sakinlərdir. Onlar orada ölümsüz olarak qalacaqlar. 172 ey iman getirənlər sizə ruzi kimi verdiğimiz temiz ve lezzetli olan şeylerden yiyin. Təkcə Allah'a kulluk ve ibadet edirsinizsə ona karşı vəzifələrinizi yerine getirin. 173. O size kesilmeden ölmüş heyvanı, quruda yaşayan heyvanı, deniz canlılarının hamısı yeməyə halaldır. Denizde hansı canlı varsa çölə çıxarırsınız. Çünkü denizde yaşayan canlının çölə çıxdığı an onlar ölürlər. Öldüklerine göre siz onu başını kəsmədən qabaq da onu yiyə bilərsiniz. Balığı tuturlar, sonra gətirirlər, satırlar onu. Başı bədəndə olduğu halda onu satırlar. Siz onu ölü halda alıb yiyə bilərsiniz. Bayaq dediyim ayənin başında o sizə kəsilmədən qabaq ölmüş heyvanları, quruda yaşayan heyvanlar, inəkdir, danadır, qoyundur. Bunlar əgər kəsilmədən qabaq ölmüşlərsə onları yiyə bilməzsiniz. Deniz ürünlərinin hamısı halaldır. İstəyən denizden balina yiyə bilər, istəyən akula yiyə bilər, istəyən də oradan hansı deniz ulduzu yiyə bilər. Nə, kimin ürəyi, kimin mədəsi nəyi götürürsə denizden çıxan nə varsa hamısı yiyə bilər. Buna heç kim haram deyə bilməz.
Axar qanı, heyvan kəsiləndə axar qan olur, onu yemək olmaz. Donuz əti və Allahdan başqasının adına çəkilərək kəsilmiş olan heyvanı, donuz əti yemək olmaz və Allahdan başqasının nəyinsə adına kəsilmiş heyvanları əti yemək olmaz. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, əgər hər hansı bir müharibə şəraiti və ya başqa səbəblərə görə yeməyə və yaxud da başqa bir şey yoxdursa, bunlardan başqa aclıq var, yeməyə də başqa bir şey yoxdur, bunlardan qədərincə yeyə bilərsiniz. Bu ona günah hesab edilməz. Əgər yeməyə başqa bir şey yoxsa bunları yeyə bilərsiniz. Əgər yeməyə başqa bir şeylər varsa bunları yeyə bilməzsiniz. Şübhəsiz Allah çox bağışlayan və ikramı da bol olandır. 188. Mallarınızı öz aralarınızda haqsızlıqla yeməyin və insanların mallarının bir qismini yemək üçün bilə-bilə günaha girərək onu hakimlərə rüşvət olaraq verməyin. Günahkarı günahsız kimi, günahsızı da günahkar kimi eləməyə çalışmayın. 209. Sizə açıq aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız bilin ki Allah qüdrətlidir, mücizdir. 219. Səndən sərxoş edici içki və qumar barəsində soruşurlar. De, ikisində də həm böyük günah, həm də insanlar üçün bəzi yararları vardır. Amma ikisinin də günahı mənfəətlərdən çoxdur. Həm sərxoş edici, həm də qumarın özlərinə mənfəətlərin olduğunu bilən insanlar vardır. Onlar isə özlərini aldatmaqladırlar. Səndən Allah yolunda nə xərcləyəcəyini soruşurlar. De, ehtiyacınızdan artıq qalanı. Bəziləri deyəcəklər ki, zəkatı bir ildən sonra əgər malında bir il borcun olmasa onu verməlisən. Belə bir zəkat anlayışı yoxdur. Əlində nə varsa, maşın varsa, ev varsa, pul varsa, iş varsa, hansısa gəlir varsa, həmin o gəlirlərdən sənə artıq qalanı verməlisən. Yoxsa bir il gözləməli deyilsən. Allah ayələr sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz. 230. Boşanma 2 dəfə olar. Əgər kişi qadını 3-cü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona birinci ərinə halal olmaz. Əgər ikinci əri onunla evləndikdən sonra onu boşamasa, onunla həyatı boyu yaşaya bilər. Əgər sonraki əri onu boşasa, Allahın hədlərini, hüdudlarını yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən bir-birlərinə dönmələrində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları anlayan adamlara belə bəyan edir. Belə uydurma din anlayışı var ki, siz əgər həyat yoldaşına 3 dəfə boş ol desəniz, boş ol, güya boş olur. Belə cahil təfəkkür var el arasında. Bir adam evlənəndə nikah eləyir. Nikah da hüquqi və qanuni sözləşmədir. Dövlət qeydiyatıdır. Nikah dövlət qeydiyyatı deməkdir. Əgər bir adam 3 dəfə boş ol deyirsə, pasporta baxanda orada o vurulan peçat yox olurmu oradan? Əgər yox olunmursa, istəsə 100 dəfə, istəsə 10 dəfə, 1000 dəfə de, boş ol deyə. Bununla boş olunmaz. Boş nə zaman olunur? O vaxt ki, dövlət qeydiyyatına gelib ərizə yazıb arvadını boşuyursunuz, o vaxt boş sayılır o. Boşanmış sayılır. Hansısa vaxtdan sonra yenidən alırsınız, hansısa xəta elədiniz, pis fikrə girdiniz, boşadınız. Bilin ki, boşamaq Allahın istəmədiyi halallar arasındadır. Allahın sevmədiyi halallar arasında yer almaqdadır boşanma. Allah boşanmağı istəmir. Bir insan evləndi mi, axı həyatı boyu birlikdə yaşamağımızı Allah Taala bizdən istəyir. Əgər boşamırsınızsa, səhv eləmisiniz, boşamırsınız, bir qəllət eləmisiniz, boşadınız arvadı, gedirsiniz, pasportdan o peçatı üstünə ştamp vurursunuz ki, paqaşınlı olur və ərizə yazırsınız. Sonra ağlı yenə başına gəldi, yenidən həmin qadınla evlənir. Yenə hansı bir məsələ olur, həmin arvadı yenə boşuyur. Artıq 3-cü dəfə onu geri ala bilməz. O qadın başqa bir ərə getməlidir. Başqa bir kişiyə evlənməlidir. Buna girmir. Türklərdə çox məşhur olan hüllə anlayışı var. 24 saat evli qalıb sonra boşanmalıdır, sonra onunla evlənməlidir. Bu uydurmadır, dinə atılan iftiradır. Dində hüllə deyə bir anlayış yoxdur. Dində olan anlayış hansıdır? 3-cü dəfə əgər o
pasporta peçatı pagaşın elib zaявleniye yazıp boşadıktan sonra geri alabilmez. O başka bir kişiye ərə getməlidir. Əgər başqa bir kişiyə ərə getdikdən sonra o onunla yaşasa, həyatı boyu yaşaya bilər. Birinci ərə o halal değildir. Əgər o ikinci əri onu boşasa, üçüncü dəfə o boşadığına görə birinci əri onu həmin arvadı ala bilər, birləşə bilərlər, yenidən birlikdə ola bilərlər. Bunu Qur'an-ı Kərimdə Allah Teala bizə belə bəyan eləyir, aydınlaşdırır. Mən də çalışdığım, bacardığım qədərilə sizə anlatmaya çalışdım. 275. Faiz yiyənlər qəbirlərinə şeytan doxunub dəli edilmiş kimsələrin qalxdığı kimi qalxarlar, şeytan çarpan kimi qalxarlar faiz yiyənlər. Bu onların alış-verişdə sələmçilik kimidir demələrinə görədir. Halbuki Allah alış-verişi halal, sələmçiliyi, faizi isə haram etmişdir. Alış-veriş Allah Teala bizə halal eləyib. Bir yerdən bir şey alıb başqa bir yerə sata bilərsiniz. Ucuz alıb da baha sata bilərsiniz. Ancaq onun üzərinə faiz ala bilməzsiniz. Bir adama 100 manat borc verirsiniz, deyirsiniz ki bir ildən 150 manat verməlisən. Bu faizdir, haramdır. Şeytan çarpan kimi qəbirdən çıxacağını Allah Teala Quran ayədə bildirir və böyük bir günahdır. O faizə yiyən şeylər də qiyamətdə boynunuza dolaşacağınızı Allah Teala deyir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra faizə son qoysa, artıq bildiniz, anladınız, faiz haramdır. Son qoysa bugün olub keçənlər özünə aiddir və onun işi Allaha qalmışdır. Bəlkə o faizlə işləyən insan tövbə eləsə, bəlkə də Allah onu bağışlayar. Əgər davam eləsə faizə, onun günahı büyük olduğunu Allah Teala deyir. Faizə İslamda qayıdanlar isə faizə işləməyə qayıdanlar isə ot sakinləridir. Faizlə işləməyə qayıtdın mı bildikdən sonra ot sakinidir Allah Teala deyir. Onlar orada əbədi qalacaqlar və cəhənnəm qapıları onun üçün bağlanacaqdır. Oradan daha geri qayıdış yoxdur. 276. Allah faizli işlər daraldır. Allah faizli işləri daraldır, qısaldır, çətinləşdirir. Sədəqələri, zəkatları isə artırır, genişlədir sədəqələri. Allah həqiqətləri görməməzlikdə dirənən heç bir günahkarı sevməz. Ali İmran 10. Kafir olanların, Qur'anı görməməzlikdə dirənənlərin nə malları, nə də övladları onları Allahın huzurunda heç bir şeylə fayda verə bilməz. Onlar cəhənnəmin yanacağıdır. 11. Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməllərinə bənzəyir. Onlar ayələrimizi yalan hesab etdilər. Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Ən-Nisa 20. Əgər bir arvadı buraxıb başqa bir eşlə evlənmək istəsəniz, buraxdığınıza yığın mal vermiş olsanız belə heç bir şeyi ondan geri almayın, məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməklə mi geri alacaqsınız? Əgər siz bir insanı boşamısınız, bir qadını boşamısınız, mehir olaraq ona yığın mal versənizsə, o maldan bir qəpiyi geri götürə bilməzsiniz. Götürsəniz haramdır. Götürməyindir. Boşadınız, nə vermişsinizsə həmin qadına onda qalmalıdır. Geri götürə bilməzsiniz. 31. Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, digər pis işlərinizi örtər. Allah deyir, bu haramlardan çəkinsəniz, digər pis işlərinizi örtər və sizi şərəfli bir keçidə cənnətə daxil edər. 48. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan başqa daha kiçik günahları isə lazım olanı edənlərə bağışlayır. Lazım olanları edənləri də tövbəkarlıq eləyənləri, tövbə eləyənləri, dönüş eləyənləri, bir daha o günahı işləməyənləri, bunun günahı olduğunu anladıqdan sonra bir daha o günahı təkrar eləməyənləri Allah Teala deyir, bağışlayacağını deyir.
Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. Allaha şərik qoşmaqla böyük günah olduğunu, hansı yollarla olaraq şərik qoşaraq ibadət etməyinizin böyük günah olduğunu, tövbə etməsəniz bütün ibadətlərinizin puç olacağını Allah Taala Qurani Kərimdə müxtəlif ayələrdə bildirir bizə. 50. Bax necə də Allaha qarşı yalanla şirk uydururlar. Bu açıq-aşkar günah sayılmaq üçün kifayət edər. 51. Allahın kitabından pay, bilgi verilmiş kəsləri görmədinmi? Qur'andan bilgi verilən insanları bəzilərini görmədinmi? Xeyirsizlərə və tağutlara inanıb güvənir. Kafirlər üçündə belə deyirlər. Bunların yolu möminlərin yolundan daha doğrudur. Belə deyənlər də var. 52. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə ona heç bir yardımcı tapmazsan. 110. Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlanmasının bol ikramın çox olduğunu görəcəkdir. 111. Kim bir günah qazanarsa onu ancaq özünün əleyhinə qazanmış olur. Bir günah qazanan ancaq özünün əleyhinə qazanmış olur. Yaxşı bir iş eləyən də özü üçün etmiş olur. Allah biləndir, müdrikdir. Maidə 49. Onların aralarında Allahın sənə nazil etdiyi kitabla hökm ver və onların istəklərinə tabe olma. Bugün mən nə eləyirəm? Rəsul, yaşayan Rəsul Qurani Kərimdir. Bizim üzərimizə vəzifə Allahın kitabını insanlara çatdırmaqdır. Mən də internet vasitəsilə, saytlarla, YouTube və yaxud da digər kanallar vasitəsilə sizə Allahın ayələrini çatdırıram. Onlardan ehtiyat et. O insanlardan Peyğəmbərə deyir, ehtiyat et. Biz də ehtiyat etməliyik. Allah deyir ehtiyat et deyə. Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni saptırmasınlar. Peyğəmbərə deyir ki, Allahın sənə nazil etdiyi həmin ayələrin bəzilərindən insanlar səni saptırmasın. Sən doğru yolla get. Allahın ayələri, Allahın sənə vəhy etdiyi ayələri insanlara çatdır, bildir, təbliğ et. Bizim üzərimizə vəzifə nədir? Peyğəmbərin təbliği davam etdirməkdir. Peyğəmbər necə Quranı təbliğ edibsə, necə çatdırıbsa, necə insanlara bildiribsə, anladıbsa, başa düşən dildə danışıbsa, bizim vəzifəmiz nə oldu? Peyğəmbərin getdiyi yolu, Rəsulun etdiyi işi, Allahın Rəsula, nəbilərə əmr etdiyi şəkildə təbliğatı aparmağımızdır. Onlara vəhy olunub. Kitab əlimizdədir. Onlar bizə çatdıran kimi biz insanlara çatdırmalıyıq. Onların vəhy aldığı kimi deyil. Biz Allahdan vəhy ala bilmərik. Vəhy bitib, sonuncu Peyğəmbər Mühəmməddir və bir daha Peyğəmbər gəlməyəcək. Qiyamət qopacaq. Allah Taala onlara vəhy ilə bu ayələri çatdırıb. Onların təbliğ etdiyi şəkildə, insanlara anlatdığı şəkildə biz də bu kitabı, yaşayan Rəsulu insanlara çatdırmalıyıq. Bizim üzərimizə vəzifə Peyğəmbərlər necə ki insanlara Quranı bildiribsə, bizim də üzərimizə vəzifə insanlara onu Allahın əmr etdiyi şəkildə bildirmək və saptırmadan, yoldan çıxmadan, Allahın hüdudlarını qoyaraq, qoruyaraq. Əgər onlar üz döndərərsə, bil ki, Allah onları bəzi günahlarına görə başlarına bir iş gəlməsini istəyir. Həqiqətən insanların çoxu yoldan çıxmışdır. Bəziləri də fasiqlik eləyənlər var. Ənam surəsi 31. Allahın huzuruna toplanacağı günü yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər, dünyada özümüzün etdiyi inançsızlıqlara görə vay halımıza, qiyamətə inanmayanlar deyəcəklər, vay halımıza. Onların daşıdıqları şey necə də pisdir. 120. Günahın aşkarından da gizlisindən də əl çəkin. Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar. Günahın aşkarından da gizlisindən də bayaq yuxarıda sadaladığım Allahın
günah saydığı, haram ettiği şeylerin hem aşkarından hem gizlisinden uzak durun. Tövbe 101. Çevrenizdeki Bedevi Ərəblərin münafik ve iki yüzlü olanlar vardır. Medine halkından da münafiklikte ustalaşmış olanlar vardır. Mekkeli müşrikleri buna misal verebilirik. Bütləşdirmişdilər Məkkə və ətrafı Kəbə evi bütləşdirmişdilər və bütlər vasitəsilə Allaha ibadət eləyirlər. Onlar bilirdilər o büt Allah değildi. Onun sayəndə Allaha ibadət eləyirlər. O bütün sayəndə. Bugün də şeyx sayəndə, usta sayəndə, mürid sayəndə Allaha ibadət eləyən kimi həmin formadır. Həmin şirkin başqa bir formasıdır bu. Məkkəli müşriklərin büt qoyaraq etdikləri günümüzdəki insanlar da hansısa ölmüş, yaşayan və yaxud da mürid və digər bir ustaları sayəndə Allaha ibadət etmək bu şirkdir. Heç onlardan fərqi yoxdur bunun. Sən isə onları tanımırsan, biz ki onları tanıyırıq, onlara bu dünyada 2 qat əzab verəcəyik müşriklərə, Allaha şirk koşanlara. Sonra isə büyük bir azaba qaytarılacaqlar. 102. Münafiklərdən bir qismin də günahlarını etiraf etdilər. Onlar yaxşı bir iş ilə başqa bir pis olan işi qarışdırdılar. Yaxşı olan bir ibadəti bütpərəstliyə çevirdilər. Allaha qul olmayı rabitəyə çevirdilər. Allaha ibadət etməyi mənfəətlərə çevirdilər. Dindən pul qazanmaya, dini alət halına çevirdilər. Allah Teala burada bunu qəsd edir. Budur buradan çıxaracağımız məna. Ola bilsin ki Allah onların tövbələrini qəbul etsin. Tövbə etsələr tövbələri qəbul eləyəcəyini Allah Teala deyir. Hər zaman daim ölünə qədər bizim tövbə şansımız var. Eşitdiniz, bildiniz, anladınız. Bu gündən sonra tövbə eləyin. Yalnız Allaha ibadət eləyin. Yalnız onu çağırın. Yalnız ona qul olun. Yalnız ibadəti ona eləyin. Hər bir şeyi Allah üçün eləyin. O zaman siz doğru yoldasınız. Allah onların tövbəsini qəbul etsin. Həqiqətən Allah bağışlayandır, rəhimlidir. Əl-İsra 15. Kim doğru yolla getsə xeyri onun özünə olar. Kim azğınlığa düşsə ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz bir Rəsul kitab göndərmədən əzab edən deyilik. Şura 37. Büyük günahlardan və zinaya aparan yollardan uzaq durun. Qəzəbləndikləri zaman da bağışlayın insanlar üçün. O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, özlərinə verdiyin ruzidən xeyrə xərcləyənlər üçün və özlərinə bir haqsızlıq olduğunda bir-birləri ilə yardımlaşanlar üçün. Bir pisliyin cəzası onun əvəzi bir pislikdir. Kim bağışlayar da aralarını düzəldərsə mükafatı Allah verər. Allah səhvlərlə səhvlərə dalanları, səhvlərə girənləri, səhvlər eləyənləri sevməz. Əl-Casiyə 7. Vay halına iftiraçının və günahkarın, bilə-bilə günah qazananın vay halına. Əl-Mücadilə 9. Ey iman gətirənlər, gizli söhbət edəcəyinizdə o söhbəti günah işləmə. Düşmənçilik etmə və elçiyə qarşı gəlmə. Mübahisəsi etməyin. Elçiyə qarşı, Rəsula qarşı, Qurana qarşı gəlmə mübahisəsi etməyin. Amma təqva səhvlərdən özünüzü qoruma məsələsini gizli danışa bilərsiniz. Təqvanı gizli danışa bilərsiniz. Hüzurunuza toplanılacağınız Allaha qarşı səhvlər etməkdən uzaq durun. Əş-Şəms 9. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. İnsan öz nəfsini əgər tuta bilsə, insan öz nəfsinə sahib ola bilsə, bugünkü sadaladığım bu günahlardan özünü qoruyar və Allahın hüdudlarından çıxmaz. Əgər nəfsinə sahib ola bilmirsə, insan ağlını işlətməyən, Qur'anla düşünməyən və Allahın hüdudlarını saymayan insan olur. Bugünkü saydığımız məsələ günahlar. Günah və günahlar, günaha aparan yollar, hansı haramları etsək günahlara biz batarıq. Bugünkü mövzuda anlattığım günahlardan başqa
Günahlar yoxdur. Başqa bir şeylər günah deyildir. Yatırsan, durursan, yemək yeyirsən, içirsən, sağ əlinlə yeyirsən, sol əlinlə yeyirsən, tualetə sağ ayağınla girdin, məscidə sol ayağınla. Bunlar cahiliyyə anlayışlarıdır. Bunlar günah deyildir. Yaşayışımız üçün nə edəcəksən edə. Nə edəcəksən edə. Allahın Quranda bildirdiyi şəkildə hüdudları qoruyaraq eləsən, necə istəsən yaşa. Ancaq Allahın bildirdiyi şəkildə. Allah necə əmr eləyibsə elə. Yoxsa bayaq da dediyim kimi bu şeylər çöldə gəzmək, orada gəzmək, bura getmək, ora hansısa məclisə, muzika olan məclisə mən getmərəm, haramdır. Musiqi məclisə haramdır, ora gedə bilmək. Bu cüt cəhalətdir. Bir toyda əgər orada mahnı oxuyan varsa ora gedə bilmərəm. Bu şeylər günah deyil. Allah bunu günah eləmədiyi təqdirdə biz necə günah deyə bilərik? Bugünkü Qurani-Kərim mövzusu günah və günahlar ilə əlaqəli oldu. Allah Quranda müəyyən haramlar qoyub. Bu haramlara meyl edənlər də bu haramları edənlər günah işləmiş olur və tövbə etməlidirlər. Ən böyük günah isə Allaha şirk qoşmaqdır. Bunu yalnız qabağında büt qoyaraq etmək deyil, Allah ilə arana bəzi insanları qoyaraq, ustaları, rabitəciləri, müridləri, müftiləri, bu şeyləri, insanları qoyaraq ibadət və dua etsən, bu şirk olur və tövbə etməzsə, əbədiyyən qalacağı cəhənnəm əzabı Allah vəd edir və cəhənnəm qapıları onlar üçün bağlanacağını deyir. Şirk insanı içdən çürüdən bir xəstəlikdir. Şirkə düşən bir inanan insan düşür şirkə. İnanmayan bir insan üçün aid deyil. Bu inanan, özünün inandığını deyən insanların əksəriyyəti şirkə düşürlər və şirklə Allaha ibadət edirlər. Quran dərslərimində insanlara Quranı anlatmaqda məqsədim odur ki, biz şirkdən təmizlənək. Qəlbə Quran nuru yerləşdirək və Quranla düşünək. Quran nurunu qəlbimizə yerləşdirək. Quranı anlamağı isə beynimizdə yerləşdirək. Beynimizdə Quranı anlayaraq, Quran nuru qəlbimizdə var eləyərək yaşayaq. Bu çox gözəl olar və Allah da əməllərimizdən o zaman razı qalar. Dediyim kimi dünyada haramlar Quranda sınırlı və bəllidir, müəyyəndir, çox deyildir. Dünyada halallar isə çoxdur, haramlar isə azdır. Bunları da bugün Quran dərsində sadalamağa çalışdıq. Biz Allaha dua edək, Allaha yalvaraq. Doğru şəkildə edilən duanın da öz qaydaları vardır. Dua Allaha iş öyrətmək deyildir. Dua edən insan bəzən Allaha iş öyrətməyə çalışır. Ey Allah, ona cəza ver, buna bəla ver, onu kahr et, bunu kahr et, onu öldür, bunu. Belə dua edənlər var. Belə dualar Allaha iş öyrətmək olur. Sən Allahdan gözəlini istə, o sənə gözəlini verər. Doğrusunu istə, səni doğruya çatdırar. Ədaləti dilə, adil olarsan. Ona təslim ol, mömin olarsan. Belə dua edək. Və Allaha iş öyrədək kimi dua eləmək bu doğru deyildir. Allah bu dini doğru yaşayanlardan və doğruları anlayanlardan, doğruları insanlara çatdıran gözəl əxlaq sahibi möminlər Allaha təslim bəndələr eləsin. Quran zikirdir. Quran zikri də beynimizdə yerləşdirərək onu insanlara çatdıran möminlər olaq. Möminlər Allaha təslim möminlər olaq. Müsəlman adından başqa bir ad özümüzə götürmədən Allahın əmr etdiyi şəkildə yaşayaq. Yaşayan ölülər olmayaq. Diri, ağlı başında müsəlmanlar olaq. Çünki bugün müsəlman aləminin çoxu ortalıq yaşayan ölü dolu. Çünki Quranı anlamırlar, anlamaq da istəmirlər. Ayələrdə də biz gördük, Quran elmini verənlərin bəzilərini görmədimi, onlar haqqı qoyub batilin dalınca qaçırlar. Biz onlardan olmayaq, Allahın bizdən razı olacağı şəkildə Quranı anlayaraq Allah rızası üçün insanlara çatdıran bəndələrdən olaq. Allah da Allah həm bu dünyada, həm də ahirətdə bizi qorusun, şəfaət eləsin.
hamıya şəfa versin, xəstələrə də şifa versin. Söhbəti dinlədiyinizə görə minnətdaram. Sağ olun, var olun. Allahın amanında qalın. Təşəkkür edirəm.